Dostlar, indiyənə kimi heç görmüsünüz ki, kimsə deyə ki, mənim Rəbbim Həzrət Əlidir. Eşitmişsiniz, görmüsünüz? Hələ namaz qılanların demiyorum, namaz qılmayan şiyələrdən görmüsünüz ki, deyən mənim Rəbbim Həzrət Əlidir. Görmüsünüz ki, deyən mənim Rəbbim Həzrət Hüseyndir. Görmüsünüz? Heç görmüsünüz deyə Əli əleyhissalam peyğəmbərdir. Övladlarınızı, özünüzü bu vəhhabilikdən, vəhhabi ideologiyasından qoruyun. Vallahi billah peşman olacaqsınız. Cavanların, xüsusən gənclərin beynini yeyiblər bunlar. Onlara öyrədirlər, onlara başa salırlar ki, bunlar Əli əleyhissalamı ilahlaşdırıblar. Bunlar Əli əleyhissalamı peyğəmbərdən üstün tuturlar. Desələr kimdir Muhammed Əlidən söylədi ki, ona nökər olan insana Əli nökərdir. Biz Əli əleyhissalamı peyğəmbərdən nəuzu billah üstün tutmamışıq. Biz Əli əleyhissalamı ilahiləşdirməmişik. Heç kimi ilahiləşdirməyib. Hətta ən savadsız bir şiyə belə onu elə o cür qələmə verməyibdi, o cür düşünməyib heç vaxt. Ona görə övladlarınızı qoruyun bu vəhhabi bəlasından. Əhl-i Beyt məktəbi, Kərbəla müsibəti, Həzrət Əli yolu insanlara yaxşılıqdan, insanlara xoşbəxtçilikdən, qeyrət, namus, iffət, halal olmaq, aliyə gözəl davranmaq, övladların tərbiyəsindən məşğul olmaq. Nəyi pisdir bunun? Zülmə baş əyməmək, yaşlılara kömək eləmək, halal pul qazanmaq, halal ruzi qazanmaq, ehtiyaclı olan insanların əlindən tutmaq, bacının bacıya məhəbbəti, bacının qardaşa məhəbbəti, anıya məhəbbət, qohuma məhəbbət. Bundan başqa nə var ki? Nə öyrədir ki bizə bu məktəb? Deyir, get kimsə partlat vəhhabilər kimi. Özü deyir, kimsə get təkfir elə. Kiməsə deyir, müsəlman deyilsən, kafirsən, şirk edirsən. Övladlarınızı qoruyun.